20 manat mən pul tapa bilmirdim. Halbuki 2019-un avqustuna qədər mən yaxşı vəzifələrdə olmuşam. Yəni Misal üçün nə vəzifədə olmusan? misal üçün Azərbaycanda Eurohome ticarət mərkəzlərinin qurucularından və direktorundan biri olmuşam. Sonra Rusiyada Moskva şəhərində böyük bir bazarın 40 hektarlıq ərazinin rəhbəri olmuşam. Kommentarda bildirə bilərlər ki, misal üçün bu qohumu imkanlı şəxsdir və yaxud da o birisi qohumu imkanlı şəxsdir. Arxasında bunun adamı var. Bəli. Mənə heç bir kəs dəstək olmayıb. Heç bir kəs. Nə qohumlarım, nə əqrabalarım, nə tanışlarım, nə dostlarım. Heç bir kəs. Sıfırdan özün qalxmısan. Bir dəfə dostuma zəng elədim, mən 300 manat verdi. İkinci dəfə zəng elədim, çünki evimi bazarlıq falan eləməliyəm də, indi biraz çox çətin vəziyyətə düşdüm. İkinci dəfədə mənim telefonumu açmadılar. Halbuki mənim telefonum zaretka saxlamırdı zəng gəlməkdən. O qədər zənglər gəldi, o qədər yerlərə dəvət edirdilər. Gəl bu gündən bax, gəl ha burada oturaq. Biri toya, biri ora. Bir dənə zəng də gəlmədi mənə. Bir nəfər də soruşmadı cibində bəş. Getdim, qardaşım onda 28-də satıcılıq eləyirdi. Onun yanında işlədim. 2 gün, 3 gündən sonra dedim, yox, mən səndən işləyə bilmərəm. Dedi, niyə? Dedim, qardaşımsan, böyüyümsən. Səhv eləyərəm, işi gələrsən, üstümə qışqırarsan, mən sənə qarşı çaşaram birdən, nəsə bir səhv edərəm. Uzaqlaşdım, həm də mənim maaşı yüksək təklif elədi. O birisi işçilərdən çox yüksək təklif elədi. Halbuki mənim başım çıxmır o işdən. Amma mən niyə çox maaş verirsən? Qardaşın kimi hörmət edirsən, mən onu xoşlamıram. Çıxdım işdən. Sıfırdan yəni insan necə qalxa bilər? İstəsən qalxmaq olar. Yəni bu məlum məsələdir. Köhnə milyonerlərimizin hamısına baxsan, hamısı biri saqqız satan olub, biri nə bilim sapoçnik olub, biri belə, hamısı sıfırdan qalıb. Mən kuryerlik elədim, gündə 20 manat, 28 manat, belə 30 manat qazanırdım. Və bir vaxtı bir dənə mağazaya yaxınlaşdım.